Deməli, şagirdlər, verilənlər bazası deyəndə nə nəzərdə tuturuq? Verilənlər bazası informasiyanın, məlumatın emalı, saxlanması və rahat axtarış üçündür. Üçün yaradılmış proqramlardır, proqram təminatıdır, belə deyək. Deməli, verilənlər bazasını kompüterdə yaratmağın iki yolu var. İki üsulla yaradılır. Bir, proqramlaşdırma dilləri ilə. İkinci isə VBIS-lərlə. Yəni, verilənlər bazasını idarə etmə sistemləri. Birinci kateqoriyaya Python, kitabınızda hətta Pascal da verib. Pascal. Daha sonra Java, C++ dillərini nümunə götürə bilərik. Başqaları da var əlbəttə. HTML olar. HTML proqramlaşdırma dili deyil, nişanlama dilidir. Proqramlaşdırma dili deyil HTML. HTML proqram dilində işlək vəziyyətə gəlir, amma özü proqramlaşdırma dili deyil, nişanlama dilidir. İkincisi, Access, Oracle, daha sonra Postgre, Yukon, Office, Open Office Database və sair proqramları nümunə göstərə bilərik. Proqramlaşdırma softverində keçəndə siz tətbiqi proqram təminatlarının içində keçmişdiniz, onsuz onların adı. Aha. Verilənlər bazası strukturuna görə, yəni quruluşuna görə belə deyək, 4 formada olur. Bu formalar hansılardır uşaqlar? Hiyerarxik, şəbəkə, daha sonra relyasiya. Bizim əsas işimiz relyasiya ilə bağlı olacaq. Və obyekt yönlü. Obyekt yönlü ümumiyyətlə proqramda yoxdur, sadəcə adı gedir ki, obyekt yönlü kimi var. İndi baxaq görək nədir. Hiyerarxiklə şəbəkə üsuluna baxanda bir-birinə çox bənzərlik olur. Amma gəlin görək fərq nədədir. Hiyerarxika ağacvari quruluşda deyirlər. Ağacvari quruluş. Deyilir. Elə ağacvari deyəcəm, bura izah eləyəm sizə şəbəkə. Baxın uşaqlar, ağacvari deyəndə elə siz bir ağacı nəzərdə tuta bilərsiniz də. Gəlin baxaq görək bir ağacımız var məsəl üçün. Ağacın üzərindən də budaqlar gedir. Hər hansı bir budağın bir başqa budağa gəlib calanmağı mümkündür uşaqlar? Yox, düzdürmü? Kökdən olaraq başlayır, budaqlanır. Budaqlar da özü üçün budaqlanaraq şaxələnirlər, böyüyürlər. Bu ona görə də nizamlı bir struktura malikdir, nizamlı. Amma şəbəkəyə məsəl üçün bir hörümçək torunu nəzərdə tutaq.
nə bilim, bir qar dənəciyi nəzərdə tutaq. Bir-biri ilə sıx bağlanmış, bir neçə əlaqədə olan bir quruluşu fikirləşəcəksiniz. Artıq siz əmin deyilsiniz, yəni daha diqqətli baxmalısınız ki, bir quruluş digərlərinə necə qurulur. Bir molekul digərlərinə necə bağlıdır, bunun kimi bir fikir. İndi gəlin bunu bir örnək kimi verək, görək. Nə deməkdir? Məsəl üçün, tutalım ki, məktəbdə 10-cu siniflərin cədvəli var. Strukturun qurulurlar, ağacvarı struktur. 10A var, 10B var, 10C var. Məsəl üçün 10A-da Sübhan sən oxuyursan. Nə bilim, Lalə var sinifinizdə. Vüqar var. Jalə var. Nə bilim, Əli var və s. B-də də nə bilim, məsəl üçün Zaur var. Dəyanət özü var məsələn. Aylin var və s. C-də də yenə o formada uşaqlar var. Sübhanın A sinifinə bağlılığı var da, düzdürmü? A sinifinə aiddir, bu kateqoriyaya aiddir. Sübhan B sinifində oxuya bilərsən həm də sən. Mümkün deyil də, bu düzdürmü? Deməli, bunun quruluşuna ağacvari quruluş təşkil edir. Bu artıq A kökünə bağlıdır, A təpəsinə bağlıdır. İndi bir də baxaq ki, məsəl üçün, tutalım ki, hazırlıq müəllimləri fikirləşir. Məsələn, 10-cu sinif şagirdlərsiz, 10 nəfər məsələn 10-cu sinif şagirdi götürülür. Deyək ki, Nərmin müəllim. Sübhan, başqa bir müəllimin adını çəkmə, zəhmət olmasa hazırlıqsa Muradxan müəllim. Düzdür? Bəli. Aha. Bir dənə də yəni sən hazırlıq müəlliminin adını çək. Hər hansı bir müəllimin adını. Gülşən. Gülşən? Mən. Gülşən müəllim. İndi baxaq. Deyirəm ki, Dəyanət. Sübhan. Sübhan. Dəyanət. Düzdür. Heç bunları yazmıram. Ümumiyyətlə, Dəyanət Sübhan yazıram. Düzdür. Bir də yazıram, Aytac da yazıram bura. Aytac. Dəyanət də, Sübhan da, Aytac da mənim şagirdlərimdirlər. Düzdür. Əlavə olaraq Dəyanət Gülşən müəllimənin də şagirdidir. Sübhan da Muradxan müəllim də şagirdidir. Başa düşdünüz? Artıq bu bununki kimi bir kökə bağlı olmadı. Bir neçəsinə tabe oldu. Aydındır necə olduğu tabelik formasının. Yəni qarışıq ola bilər. Həm Dəyanət mənim şagirdimdir, həm də Gülşən müəllim mənim şagirdidir. Artıq bir obyekt bir neçə əlaqəni qura bildi üst obyektlərlə. O oldu artıq şəbəkə. Şəbəkə yaratdı, bəli. İndi biz bayaqdan təpə, til və s. niyə deyirik? Biz bunu qrafdakı ağaclara oxşadırıq axı. Düzdür? Əslində isə burada təpə sözü keçmir heç. Ağacvari strukturda elə bilin ki, bunu bir musiqi notları kimi ayırırsınız da. Hər sıraya düşən obyektləri ayırırsınız. Bunlar olur səviyyə. Birinci səviyyə, kökdən birinci səviyyəyə başlayır. Birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə, olacaq dördüncü səviyyə. Belə uzanaraq gedir. Aydındır necə ayrıldığı səviyyəyə. Üç dənə subyekti var, belə deyək də. Bir səviyyəni bilməlisiniz burada, üç anlayışı, səviyyə. İkinci təpə var, təpə deyirik də normalda bunlara, düzdürmü? Təpəni əvəz edir element, element anlayışı olur. Bir də buna qraflarda nə deyirdik biz uşaqlar? Bunun adı nə idi? Bu yolların adı nə idi? Tillər. Tillər, düzdür.
Til anlayışında əvəz edir burada əlaqə sözü. Aydındır. Səviyyə, element, əlaqə kimi ayrılır. Belə. Bu da ağaca aid olan anlayışlarıdır. Bir dənə sual verə bilərəm. Bəli, buyur əlbəttə. Bu ağacın kökü dediniz ki, elə bir ki, birinci səviyyədə. Məsələn, indi sizin Hı. çəkdiyinizdə ağacın kökü yuxarıdadır. Məsələn, ağacın kökü aşağıdan da başlayıb yuxarıya doğru getsə, yenə birinci səviyyə olacaq da. Tutalım ki, bu tərsinə oldu. Bunu demək istəyirəm. Olacaq, amma hardan başlayırsa, mənbəni hardan götürsə kök oradır. Fərq Hə, onu yoxdur aşağıdan soruşuram. yuxarıdan. Yox. Hə. Hı -hı. Gəldik relyasiya modelinə. Relyasiya modeli adını İngiliscə relation sözü var ya, oradan götürüb, yəni münasibət sözündən götürüb. Modeli. Burada söhbət cədvəldən gedir. Belə deyək də. Cədvəl modelidir. Uşaqlar, qarşınıza çıxar, sual kimi düşər hardasa, yəni bilmirəm, bəlkə də düşməzək heç. Amma burada cədvəl deyəndə söhbət iki ölçülü massivdən gedir. Niyə iki ölçülü massiv? Yəni belə götürürlər də, məsəl üçün belə bir cədvəldir. 1, 2, 3, 4, 4 sütun var. 1, 2, 3, 3 də sətir var. 4-ün 3-ə cədvəl. Belə deyirlər buna. Ona görə də iki ölçülü massiv cədvəlləri adlanır. Aydındır. İki ölçülü massivlərdə qurulmuş cədvəllərdir. İndi baxaq. Sütunlar, uşaqlar, sahə adlanır. Sahə. Sətirlər isə adlanır yazı. Şurada yazın. Birdən lazımınız olar. Faiz və rekord. Deməli, sütunları siz sahə olaraq eşidəsiniz, sətirlər isə yazı olaraq eşidəsiniz burada. İndi gələk bunların xassələrinə baxaq. Məsəl üçün, mən sinifdəki şagirdlərin haqqında məlumat götürürəm. Buraya yazıram, məsələn, sıra nömrəsi. Buraya yazıram ad, soyad, yaş və yaxud da məsəl üçün illik ortalamaları, məsələn, yarım illik ortalamaları və s. də nəsə yazıram. Uşaqlar, sizə normal gələr ki, mən bura bir dənə də ad yazsam. Hə, ad eyni şeyi buradan bir də köçürsəm. Yazıla bilməz də, çünki bir Bəli, və yaxud da bura məsəl üçün təkrarlanma. yazdım bura Əli, Aydan, Günəş, məsəl üçün. Burada götürüb yazıram, məsəl üçün Yavər, nə bilim, Vəli, Gülgün, belə yazıram, məsəl üçün. Qarışıqlıq olar da, xatiklik olar. Adı buradan yazmışıq, axı, bunun qarşısındakılar bu ada mənsubdur həm də. Düzdür, və yaxud da bunu burada təkrar yazmanın nə mənası var ki? Deməli, uşaqlar, sahə adı, buradan bu nəticəyə gəlirik. Sahə adı unikal olmalıdır. Yəni, təkrarlana bilməz də, belə deyək. Təkrarlana bilməz sahə adı. İndi başqa bir məsələyə baxaq. Bizim uşaqlar, biz keçdik kompüter əməliyyat sistemlərindəki faylın tam adı keçdik. Yadınızda da mövzu, faylın tam adı haqqında keçməyimiz. Bəli, müəllim. Hatırlayırsınız. Faylın tam adı necə ola bilməzdi? Faylın adı təkrarlana bilərdi, uşaqlar. Qeyr, müəllim, təkrarlanmaz. Sonra Heç bir bəzisində halda var təkrarlana idi ki, bilməzdi. Heç bir bəli. halda.
istifadə olunmamalıydı o simvollar. Bir də təkrar olmazdı. Yox, əgər Yox, fərqli yox. qovluqlardansa istifadə oluna bilər də. Bəli, doğrudur, bəli. Fərqli qovluqlarda istifadə oluna bilərdi. Eyni qovluqda istifadə oluna bilməzdi. Çünki eyni qovluqda olsa, eyni fayl yolu olardı. Faylın tam adı eyni olardı. Yəni faylın adı var idi, bir faylın adı var idi. Belə bir şey. Bir də var idi faylın tam adı. Öz-özündən belə uzanmış. Oxuyuruz. Faylın tam adı eyni ola bilməzdi. Amma məsəl üçün mən bir başqa sənəd açmışam. C qovluğudur. Burada sənədlər var. Burada məsəl üçün var şəxsi qovluq, məsəl üçün. Belə bir şey var. Bunun içində də text.doc aça bilərəm. Bunun içində də aça bilərəm onu. Bu zaman nə olmayacaqdı? Faylın yolu eyni olmayacaq da, başa düşürsünüz. Axtaranda proqram səhv salmayacaq, biləcək nəyə axtarır. Aydındır? Və yaxud da hansısa əmr icra edəndə onun üstündə. Okey, uşaqlar. İndi burada da məsələ odur elə. Eyni şeydir. Baxın. Bizdə məsəl üçün gəlin belə baxaq, məsələyə belə yaxşı. Tamam ki, dövlət nə edir? İnsanları bir verilənlər bazasında saxlayır, düzdürmü? Asan xidmətə gedirsiniz, tapırsınız. Yolda polis saxlayır, cərimə yazır, həmin adama gəlir cərimə, düzdür? Yaxşı uşaqlar, deyək ki, məsələn, polis saxlayıbdır. Bir ara nə idi? Ən məşhur deyirlər, ən çox qoyulan ad hansıdır? Məsələn, Yusif adı oğlanlarda çox qoyulurdu. Qızlarda nə Məryəm adı məsələn çox qoyulurdu. Tam ki saxlayıb Əliyev Yusif. Əliyev Yusiflə Anaroğlu. Mümkündür ki, Azərbaycanda Əliyev Yusif Anaroğlu bir dənə olsun uşaqlar. Ola bilər elə bir şey. Xeyr. Olur, düzdürmü? Yəqin ki, var ən az 3-dən 4 dənə. Götürür Əliyev Yusif Anaroğlunu axtarışa verir və ona cərimə yazır. Bu biri Əliyev Yusif Anaroğlu da oturub evdə cərimə gəlir buna. Deyir, ayda mən oxum ya da mən niyə cərimə yazıldı? Belə şey olar. Deməli, bunun qarşılığını almaq üçün ya da bu ikisi imtahan veriblər. Birinə gələn bal bu birisinə gəlib, o birisinə gələn bal bu birisinə gəlib. Dövlət nə edir? Şəxsiyyət vəsiqəsi aidisi. Bəli, şəxsiyyət vəsiqəsi seriya nömrəsi və yaxud da imtahana gedirsiniz. Nə olur sizin? Şəxsi iş nömrəniz olur, düzdürmü? İmtahan kodu, İmtahanda. bəli. İş Bəli, nömrəsi. imtahan. İş nömrəniz də, onu deyirəm, iş nömrəniz olur şəxsi. Bəli. Deməli, nə üçün olur o? Ona görə ki, bütün strukturların eyni düşmə ehtimalı var. Düşməyə də bilərik, amma eyni düşmə ehtimalı var. Hələ indi Azərbaycan kiçikdir də. Siz fikirləşin ki, məsəl üçün Amerikada tam ki, Mary Johnson. Hətta baxsanız eyni gündə olmuş nə qədər Mary Johnson ola bilər. Mary də ən məşhur addır, Johnson da ən məşhur soyaddır, məsələn. Yəni, bunun qarşısını almaq üçün ID verirlər sizə. Bu ID-ni niyə verirlər? 2 dənə yol üst-üstə düşməsin deyə ad, yəni, belə deyək sizə. Elə bil sizin məlumatlarınız bir fayldır, fikirləşin ki, 2 dənə eyni yol olmasın deyə. İndi bu şey verilənlər bazasında mütləqlikdir. Mütləq bu olmalıdır. Və buna da primary key deyilir. Yəni açar sahə. Sən əgər bir VPC yaradırsansa və sən burada yazmısan məsəl üçün ad,
soyad, nə bilim, ata adı, təvəllüd və s. Bunların hansısa birini nəysə açar sahə qoymalısan ki, açar sahə. Və oradakı heç bir veri üst-üstə düşə bilməz artıq. Ola bilər burada 3 dənə Əli olar. Əli, Əli, Əli. Belə olar. Əliyev, Əliyev, Əliyev. Nə qədər Əliyev insan var. Düzdür, Əliyev, Əliyev. Ola bilər burada. Bura təkrarlana bilər. Çünki çox Əliyev var. Neçə nəfərin ata adı üstə düşə bilər. Təvəllüd üstə düşə bilər. Amma açar sahədə qoyulan üst-üstə düşməməlidir artıq. Ki, nəyəsə görə biləsən ki, mütləq bunlar bir-birindən fərqlənəcək. Bu ola bilər fin kodu olsun, nə bilim, ola bilər şəxsi iş nömrəsi olsun, seriya nömrəsi olsun və yaxud da adi ilə nömrə verirsən, işçilərindir, hərəyə bir nömrə verirsən. Birdən başlayırsan birinci işçidən nömrələməyə. Aydındır, bu nömrələmə gedir. Deməli, nə oldu? Açar sahə təkrarlana bilməyən hissəmiz oldu bizim. Və açar sahə sayəsində heç bir yazı, yəni yazı nə idi bizdə? Sətir idi də. Ona görə də. Və bizdə heç bir sətir təkrarlana bilmir. Yəni biri o birisindən tam eyni olmur. İçindəki hansısa datalar təkrarlana bilər, ha. Nə bilim, aydandır, 20 yaşındadır. 10 dənə aydan 20, hətta 2 xana, 3 xana da üst-üstə düşə bilər. Burada da bir dənə aydan 20 yaşı ola bilər. Düzdür? Amma ümumi bütöv götürəndə heç bir sətir təkrar olmur. Aydındır nə demək istədiyim sizə? Müəllim, bir dənə sual versəm olar. Yur, əlbəttə, həmişə. Sütunlar təkrarlana bilər da yəqin ki. Yəni bir neçə dənə sütun eyni ola bilər. Sütunun adı Sütun, yox, təkrarlana xana. bilməz. Sütunun adı təkrarlana bilməz. Amma əlbəttə ki, məsələn, sinifdəki şagirdlərin təvəllüdünü yazırsınızsa, sualım ki, və yaxud da yaşın. Hamısı, məsəl üçün, 15 yaşdır. Hə, burada nə problem var ki? Aydındır? Bəli. Adətən indi keçəcəyik. İndi keçəcəyik ki, nə? Bu verilənlərin tipləri olur. Hansı tiplər olur? Yazaq. Durma o qədər vərəq, Selcan. Durma o qədər vərəq. Aha, verilənlərin tipləri olur. Deməli, bu tiplər nələr olur? Text tipi olur. Sonra memo olur. Excel-dəki kimi bu da. Yes, no olur. Daha sonra olur number. Daha sonra olur after number. Daha sonra olur Currency var müəllim. attachment. Yazıram bir. Sonra olur currency. Nə qaldı? Text, memo, yes, no, number, after number, attachment, currency, bir dənə də nəsə qaldı. Nə qaldı? Date time. Hyperlink də var burada. Date time. Hə, bir də hyperlink. Aha. İndi baxaq. Adətən o dediyimiz after number da olur sayğacda. Sayğac qoyurlar. Hərəyə bir xüsusilə, yəni sırayla. Məsəl üçün qoyuram, tam ki, belə bir qoyuram. Sayğacı belə başladıram. Sonraki olur 0, 0, 0, 0, 0, 2, 0, 0, 0, 0, 0, 3. Belə gedirdi. Heç kimin sətri təkrarlanmamış olur. Hərəyə bir kod verir. Bu formada sayğac irəliləyir. Bu belə. Text nədir? 0-dan 255-ə qədər, yəni maksimum 255 olur. Simvolluq mətni saxlayır. Saxlayır. Memo daha böyük, yəni 255-dən böyük mətnlər üçündür. Yes, no 2 qiymət alır. 1 və ya 0 qiyməti alır. Yalnız yes, no. Məsəl üçün,
bu ay tutalım ki işdən qalan olubsa önünə 1 düşür hər dəfə. 1, 1, 1. Sonda o birlərini sayır. Məsəl üçün hesablanır, maaşından çıxılır. Amma qalmayıbsa 0 olur məsələn. Və yaxud da əksinə. Number tam ədəddə saxlayır. Kəsr ədəddə saxlayır. Tam və kəsr ədədləri saxlamaq üçündür. Daha sonra attachment nədir? Attachment WhatsApp-ınızda uşaqlar belə görürsünüz, kiməsə şəkil göndərəndə belə sancaq işarəsi gəlir, belə bir şey. Bildiniz hansı? Bəli. Sancaqlamaq. Şəkil atırsınız, Bəli. nə bilim, təqdimat atırsınız, sənəd atırsınız, nəsə bir şey. Eyni şeyi, yəni VBS-ə atmaq üçün hansısa bir başqa bir faylı VBS-nin içinə daxil etmək üçün attachment-dən istifadə edilir. Yəni mənası qoşmadır. Qoşma. Bir saniyə qapı döyülür, gəlirəm. Sayın. Aha. Currency, pul vəsaitlər üçün. Valyuta. Bəli. Yəni burada məsələ nədir? Altdan çox edirəm xətt, üstündən getdi xətt. Məsələn, deyə bilərsiniz ki, niyə number-la vermir ki, müəllim? Number-da ədəd verirsən, sadəcə olaraq ədəd verirsən. Amma currency elədir ki, məsəl üçün, dollarla vermisənsə, dolların qiyməti qalxıbsa manata görə özü avtomatik tənzimləyə bilir, evronu çevirə bilir başqa pula. Yəni o pullarla işləyə bilir də vəsaitlər, belə deyək. Date, time, vaxt, zaman, tarix, nəsə, bunlar sözdən başa düşürsünüz. Hyperlink də istinadlar üçündür. Yəni hiperistinad, link qoymaq üçün. İstinadlar üçündür. Bu da belə. Hə, bir də ən çox istifadə olunan, yaygın olanlardan bir proqramlardan biri Access-dir. Burada çox bilməli olduğunuz bir şey yoxdur. Access-lə bağlı, Word-dəki falan kimidir. Burası bir dənə detal var. Office proqramlarından nə ilə seçilir? Office proqramlarından fərqi. Fərqi nədir? Uşaqlar, bir Word-ü açdınız, nəsə yazırsınız da birbaşa, düzdürmü? Ona ad verə də bilərsiniz, verməyə də bilərsiniz. Doğrudur. Word-ü açdınız, birbaşa yazırsınız, yazdınız, getdi. Özündən new document 10, nə bilim, nə, sırada nə varsa onu qoyasınız. Bir ad qoyacaqsınız susmaya görə. Amma Access-də elə deyil. Əvvəlcə ad verməlisiniz, öncə ad. Öncə ad verib, sonra isə işlədə bilirsiniz, proqram işlədə bilirsiniz. İşlət. Aydındır. Necə işlədik? Bu da belə. Aha. Sonra buradan belə bir ciddi eləyə biləcəyimiz bir şey yoxdur. Elə bir şey qalmadı. Mən sizlə istəyirdim ki, nə edək? Bunu işləyə bilməyəcəyik hal-hazırda. Niyə işləyə bilməyəcəyik? Çünki sorğuları keçib bir yerdə işləyəsirik. Bunu saxlayam, test işləyək sizlə. Başqa bir test. Evonda dimlə yazmayacağıq da bunu. Yox, dimdən bunu yazmayasınız. Buna aid yazmayacaqsınız. Gəlin bunu stop share eləyək. Daha doğrusu stop record edən. Bir saniyə.